Bir mömin adam evdə ailəsinin zövqünə uyğun yemək yeyər. Münafiq isə öz zövqünə uyğun. Münafiq diktə eləyir, mən istədiyim yeməkdən pişir. Mömin adam necədir? Siz nə istəyirsiniz, mən də ondan. Xırda bir misaldır, hədisin dərinliyinə bax. Yeməkdən götürür misalı, ondan hər şeyə tətbiq oluna bilər. İkisi bir-birini sevir, evlənirsə, əslində ikisi də özünü sevir. Axırda ixtilaf olacaq. Amma ikisi birini sevirsə, bir-birini yox, birini sevirsə, bir-birini də sevəcək. Daha şiddətli sevgi ilə sevəcək. Əhl-i beyti sevir, Allah'ı sevir, başlayır insanları sevməyə. Allah'ın yarattıqları kimi. Hədis buyurur ki, əl-xəlqu ayali. Allah buyurur ki, xalq, cəmaat yaratdıqları mənim ailəmdir. Peyğəmbərlər cəmaatı öz balaları kimi sevir. Pisini də, yaxşısını da. Allah'ı sevən, Peyğəmbəri sevən insanları sevməyə başlayır. Çünki insandılar. Onların dərdlərinə dözmür. Filan yerdə günahsız insanlar qətlə yetirilir, bu yata bilmir. Allah aşığının, belə deyək də, əlamətləridir, nişanələridir.